Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni dərslikdən qan köçürmə və qan qrupları mövzusunun izahını paylaşacağam. Birinci onu deyək ki, insanda 4 növ qan qrupu var. Birinci, ikinci, üçüncü və dördüncü qan qrupları. Və bu qan qruplarını bir sıra alimlər kəşf etmişlər. Məsələn, Kral Landsteiner birinci, ikinci, üçüncü qan qruplarını kəşf etmişdi və o Alexander Wienerlə birlikdə qanda resus faktorunu, yəni mənfi yoxsa müsbət olduğunu müəyyənləşdirmişdi. Dördüncü qan qrupunu isə Yanyanski kəşf eləmişdi. Və araşdırmalar nəticəsində statistikası müəyyən olub ki, dünya əhalisi arasında ən çox rast gəlinən qan qrupu birinci qan qrupudur. Ondan biraz az ikinci və üçüncü qan qrupudur. Ən az rast gəlinən qan qrupu isə dördüncü qan qrupudur. Və biz bilirik ki, təbii ki, yaşayırıqsa bizim başımıza bədbəxt hadisələr gələ bilər. Bədbəxt hadisə nəticəsində qəza keçirmiş ola bilərik, əməliyyat oluna bilərik və yaxud da ki, hər hansı bir səbəbdən bizdə qanaxma baş verə bilər. Bu zaman bizə qan köçürülməsi lazımdır. Qan köçürmək üçün mütləq şəkildə bizim qanımızın tərkibini müəyyənləşdirməlidirlər. Hansı qan qrupudur və müsbət yoxsa mənfi qan qrupu olduğunu müəyyənləşdirməlidirlər ki, bizə qan versinlər. Yoxsa hər kəsə qan verə bilməz. Qan verən adama donor, qan köçürən adama isə resipient deyilir. Bizim qanımızı necə müəyyənləşdirirlər? Qanımızı müəyyənləşdirmək üçün bizə qan analizi alırlar və qanın tərkibində olan eritrositlərdə və qan plazmasında olan xüsusi zülallara əsasən müəyyənləşdirirlər ki, bizim qanımızda hansı zülallar var. O zülallara əsasən müəyyənləşdirirlər ki, birinci qan qrupudur, ikinci, üçüncü, yoxsa dördüncü qan qrupudur. Qanın tərkibində, yəni eritrositlərdə aqlutinogenlər, plazmada isə anti-A və anti-B zülalları, eyni zamanda aglutininlər var deyə bilirik. Anti-A, anti-B aglutininləri var deyə bilirik. Və qan qrupları da bu şəkildə yazılır. 0 birinci qan qrupu, A ikinci qan qrupu, B üçüncü qan qrupu, AB isə dördüncü qan qrupu adlanır. Və indi bura baxırıq. Bu hissədə baxırıq ki, birinci buradan başlayaq. Eritrositində heç bir aglutinogen yoxdur. Yəni 0-0 qan qrupudur. Demək ki, bu hansı qan qrupudur? Birinci, elə belə yazaq, birinci qan qrupudur. Və bu cədvəli əzbərləmək sizə ilk başda çətin görsənə bilər, amma çətin deyil. Nəyə əsas fikir verirsiniz? Əgər eritrositlərdə heç bir zülal yoxdursa, deməli plazmada A da var, B də var. Əgər eritrositdə A zülalı varsa, deməli plazmada B zülalı var. Eritrositdə B zülalı varsa, deməli plazmada A zülalı var. Eritrositdə AB zülalı varsa, deməli plazmada heç bir zülal yoxdur. Bunu müəyyənləşdirdiniz və salam. Ondan sonra asan olacaq. Birinci qan qrupu 0-0-dır, heç bir zülal yoxdur deyə ona görə plazmada anti-A, anti-B aglutininləri var deyirik. Deməli bu birinci qan qrupudur. İndi buna baxırıq. Burada A var. Burada nə göstərilib? A ikinci qan qrupudur. Deməli bu ikinci qan qrupudur. Eritrositində A var deyə plazmasında B var. Və buna baxırıq. Burada nə göstərilib? B üçüncü qan qrupudur. Deməli üçüncü qan qrupu eritrositində B aglutinogeni varsa plazmasında anti-A aglutinini var deyirik. İndi bura baxırıq. Dördüncü qan qrupu AB qan qrupudur. AB qan qrupu eritrositində A da var, B də varsa, deməli plazmasında heç bir zülal olmamalıdır ki, uyğun olsun. Məsələn, əgər eritrositində A plazmasında da eritrositində A aglutinogeni, plazmasında da B A aglutinini olsaydı, bu qanda uyuşmazlıq olardı, uyğunsuzluq olardı və qanın pıxtılaşması prosesi baş verərdi. Sonra indi qan qruplarını da müəyyənləşdirdik. İndi keçək qan köçürməyə. Deməli deyirik ki, əksər insanların eritrositlərin membranında resus faktoru olan xüsusi xəstəli zülallar var və bunlar qanın mənfi yoxsa müsbət olduğunu müəyyənləşdirirlər. Əgər xüsusi zülal varsa, bu şəkildə göstərir. RH pozitiv, yəni RH müsbət. Yəni bu qan qrupu olan insan müsbət qan qrupudur. Əgər heç bir zülal yoxdursa, demək ki, bu mənfi qan qrupuna malikdir. Və bunu da cədvəldə indi öyrənməyə çalışaq. Biz deyirik ki, birinci ona fikir verək. Birinci qan qrupu olan insanlarda 0-0'dır.
Düzdürmü? Eritrositlərində 0,0-dır. Deməli, bu insanların eritrositlərini bütün qan qrupunda olan insanlara vermək olar. Çünki eritrositində heç bir zülal yoxdur. O biri qan qrupunda olan insanların da eritrositləri ilə uyğunsuzluq yaranmayacaq. İkinci qan qrupu olan insanlar, deməli, bütün qan qrupunda olan insanlara qan verə bilir və buna deyirlər universal donor. Eritrositlərini hamıya verə bilir. İkinci qan qrupu olan insanlar da A qan qrupudur. A qan qrupudursa, deməli bu birinci qan qrupuna qan verə bilməyəcək. Çünki birinci qan qrupu olan insanda, yəni orada 0,0-da heç bir zülal olmamalıdır. Amma tanımadığı bir zülal ora daxil olduğu zaman təbii ki, aglutinasiya baş verə bilər, qanın pıxtılaşması baş verə bilər və bu da olmamalıdır. Deməli, bu ancaq tərkibində A olan qan qruplarına qan verə bilər. Deməli, ikinci qan qrupu olan insan üçüncü qan qrupuna qan verə bilərmi? Xeyr. Çünki üçüncü qan qrupunun eritrositində B qan qrupudur. İndi deyirsiniz ki, axı plazmasında A var. Biz hələ plazmasına baxmırıq. Plazmanı ayrıca müqayisə edirlər, eritrositi ayrıca müqayisə edirlər. Deməli, ikinci qan qrupu olan insan ikinci qan qrupundan olan insanlara və dördüncü qan qrupundan olan insanlara qan verə bilər. Çünki dördüncü qan qrupunda da AB-dir. B yoxdursa da, amma A-nı tanıyır da, yəni A zülalı var onlar daxilində, ona görə verə bilər. Üçüncü qan qrupu olan insanlar birinci qan qrupuna verə bilməyəcək. Yenə də dedik ki, bu B qan qrupudur. Çünki birinci qan qrupunda heç bir zülal yoxdur. İkinci qan qrupunda eritrositlərində A var deyə verə bilməyəcək, üçüncü qan qrupuna verə biləcək, dördüncü qan qrupuna da B var deyə verə biləcək. Dördüncü qan qrupunda olan insan, dördüncü qan qrupunda olan insana qan verə bilər, çünki AB, ikisində də AB var. Başqa heç kimə qan verə bilməyəcək. Çünki dördüncü qan qrupu olan insanın eritrositlərində A da var, B də var. Birinci qan qrupunda heç bir zülal yoxdur, verməməlidir. İkinci qan qrupunda A-nı tanıyır ikinci qan qrupu, amma B ona uyğunsuz gəlir. Üçüncü qan qrupu B-ni tanıyır, amma A uyğunsuz gəlir. Ona görə də verə bilməyəcək. Ona görə də bu ancaq dördüncü qan qrupu olan insanlara qan verə bilir. Deməli, birinci qan qrupu olan insanlar hamıya qan verdi. İkinci qan qrupu olan insan özünə və dördüncü qan qrupuna, üçüncü qan qrupu olan insan özünə və dördüncü qan qrupuna, dördüncü qan qrupu olan insan isə dördüncü qan qrupuna qan verə bildi. Deməli, eritrositləri universal donor olan birinci qan qrupu oldu. Eritrositləri universal resipient olan, yəni qan alan olan dördüncü qan qrupu oldu. Yəni, hər kəs özünə qan verə bilir, bir də dördüncü qan qrupuna qan verə bilir. Belə düşünə bilərsiniz və bir dənə birinci qan qrupudur ki, hamıya qan verə bilir. Bu belə. Sonra deyirik ki, mənfi qan qrupu olan insan müsbət qan qrupu olan insana qan verə bilər. Çünki mənfi qan qrupu olan insanın qanında heç bir zülal yoxdur. Müsbətə daxil olduğu zaman, yəni ona uyğunsuzluq yaranmır. Amma müsbət qan qrupu olan insan mənfi qan qrupunda olan insana qan verə bilməyəcək. Yəni, müsbət qan qrupu olan insan müsbət qan qrupundan da qan ala bilir, mənfi qan qrupundan da qan ala bilir. Amma mənfi qan qrupu olan insan mənfidən qan ala bilir, amma müsbətdən qan ala bilmir. Bu belə. Bunu da dedim. Sonra gəlin bu cədvəldə izah edeyim sizə. Baxın, burada donor. Deməli, qan verən budur. Bu, birinci qan qrupu olan mənfi qan qruplu insanda birinci mənfi qan qrupu olan insan qan verə bilirsiniz. Quş işarəli qoyublar. İndi buna baxırıq. Birinci qan qrupu müsbət olan insan, birinci qan qrupu mənfi olan insana qan verə bilmir. Bunu da bayaq dedik. Sonra buna baxırıq. A qan qrupudursa, A, RH mənfi. Yəni, ikinci qan qrupudur, amma mənfi resus faktordur. İkinci qan qrupu olan insan birinci qan, bura baxırıq da. Yəni ki, bura ilə bura baxırıq. Yəni, buradakılar buna qan verə bilirmi, ona baxırıq. Deməli, ikinci qan qrupu olan insan, ikinci qan qrupu olan insan ümumiyyətlə birinci qan qrupuna qan verə bilmir. Amma mənfiliyi uyğun gəlsə də, amma ikinci qan qrupu olan insan dedik ki, birinci qan qrupuna qan verə bilmir. Sonra, məsələn, indi buna baxaq. Bu hissəyə baxaq, bu hissəyə baxaq. Baxırıq ki, deməli, B, RH negativ, yəni mənfi qan qrupudur. Mənfi qan qrupu olan insana, deməli, B-dirsə bu üçüncü qan qrupudur. 0 qan qrupu olan, yəni birinci qan qrupu olan mənfi olan insan,
Görürsünüz, mənfiyə qan verə bildi. Üçüncü qan qrupu olsa da yenə də ona qan verə bildi. Çünki birinci qan qrupu hamıya qan verə bilir. Amma birinci qan qrupunun müsbəti üçüncü qan qrupunun mənfisinə qan verə bilmir. Çünki dedik ki, müsbət qan qrupu olan insanlar mənfi qan qrupu olan insanlara qan verə bilmir. Sonra bu şəkildə müəyyənləşdirirsiniz. Birinci qan qrupu mənfi olan, üçüncü qan qrupu mənfi olana, deməli, üzr istəyirəm, A-dır bu, ikinci qan qrupudur. İkinci qan qrupu mənfi olan, üçüncü qan qrupu olan mənfiyə qan verə bilmir. Mənfilərə uyğun gəlir, amma ikinci qan qrupu axı dedik, üçüncü qan qrupuna qan verə bilmir. Bu şəkildə deyirik. Və deyir ki, qan köçürmə bu cədvələ uyğun olmazsa, eritrositlər qan köçürən adamın orqanizmində bir-birinə yapışar və parçalana bilər və eritrositlərin parçalanması aqlutinogen və aqlutinlərin qarşılaşması nəticəsində baş verir. Yəni, bunlar bir-birlə qarşılaşırlar, uyğunsuzluq olur. Məsələn, eritrositində A varsa, plazmasında da anti-A varsa, deməli, burada artıq uyğunsuzluq yaranacaq. Və müsbət residual qan, mənfi residual qanı köçürdükdə onun qandan cisimcik əmələ gəlir. Belə hal təşkil alındıqda həmin insanda aqlutinasiya prosesi baş verir və ölmə səbəb olur. Bunu da demiş olduq. Burada demədiyimiz başqa bir şey. Bir də bir şey deyim. Deməli, bir var eritrositlərini vermək, bir var plazmasını vermək. Baxın, deməli deyirik ki, bu birinci qan qrupuydu, bu ikinci qan qrupuydu, bu üçüncü qan qrupuydu, bu da dördüncü qan qrupudur. Birinci qan qrupunun eritrositlərində heç bir üzvü olmadığına görə bunu hamıya vermək oldu. Amma birinci qan qrupunun plazmasını hamıya vermək olmur. Çünki orada A da var, B də var. Anti-A da, anti-B də var. Demək, bunu hamıya vermək olmur. Amma birinci qan qrupunun plazması hamıdan qan ala bilir. Birinci qan qrupunun plazmasına bütün qan qruplarından qanlarda insanların qanını vermək olar. Çünki A da var, B də var. A-nı versən uyğun gələcək, B-ni versən uyğun gələcək. Bu şəkildə yəni uyğun gələcək. Deməli, sonra baxaq məsələn dördüncü qan qrupu. Dördüncü qan qrupunun plazmasında heç bir zülal yoxdur. Deməli, plazmasında heç bir zülal yoxdursa, deməli dördüncü qan qrupunun plazmasını hamıya vermək olar. Çünki heç uyğunsuzluq yaramayacaq. Deməli, dördüncü qan qrupunun eritrositləri universal resipiyentdir, yəni hamıdan qan ala bilir. Amma dördüncü qan qrupunun plazması universal donordur, yəni hamıya qan verə bilir. Eyni zamanda birinci qan qrupunun plazması universal plazmasıdır, yəni bu hissəsi universal donordur, universal resipiyentdir, amma birinci qan qrupunun eritrositləri universal donordur. Bu da belə. Biraz qarışıq gələ bilər, yeni bir məlumat kimi gələ bilər, amma videoya bir neçə dəfə qulaq assaz, tam şəkildə aydın olacaq. Düşünürəm ki, aydın olacaq. Sonra deyirik ki, tutaq ki, qan qrupu uyğun gəlir, amma bu insan 18-65 yaş aralığında deyilsə, yəni 18-dən aşağı və 65-dən yuxarıdırsa, deməli bu qan verə bilməz və çəkisi 50 kiloqram üstü olmalıdır və sağlam olmalıdır. Tutaq ki, 18-65 yaş aralığıdır, çəkisi də 50-dən yuxarıdır, amma sağlam deyil. Demək ki, bu qan verə bilməz. Ya onun özündə qan azlığı var və yaxud da ki, onun qanında hansısa bir xəstəlik var. Deməli, bu insan qan verə bilməz. Sonra öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Deməli, cədvəli və sxemi diqqətlə nəzərdən keçirin. Hansı rəqəmlərlə verilmiş qan köçürmələrin düzgün olduğunu müəyyən edin. Burada uşaqların qan qrupu, tələbələrin qan qrupları verilib. Məsələn, Nigarın qan qrupu deyib, 3-cü qan qrupudur, müsbətdir. 3-cü qan qrupu. Deməli, Nigar oldu 3-cü qan qrupu. Azər 2-ci qan qrupudur. Burada da göstərir. 2-ci qan qrupudur. Cəlil 1-ci qan qrupudur. Deməli, 1-ci qan qrupudur. Arif 4-cü qan qrupudur. Leyla isə 1-ci qan qrupudur. Təbii ki, biz onun müsbət və mənfisinə də fikir verməliyik. İndi bura baxaq. Deməli, 1-ci Nigar Azərə qan verib. Nigar 2 müsbətdir. Azər 2 mənfidir. Müsbət mənfiyə qan verə bilməz. Deməli, 1 yanlışdır, verə bilməz. 2-yə baxırıq. Azər Cəlilə qan verib. Azər 2-ci qan qrupu mənfidir.
Cəlildə birinci qan qrupu müsbətdir. Burada heç müsbətin, mənfinin önəmi yoxdur. Çünki burada ikinci qan qrupu olan insan birinci qan qrupu olan insana qan verə bilməz. Bu da uyğun deyil. Cəlil Nicara qan verib. Üçüncüyə baxırıq. Cəlildə birinci qan qrupu müsbətdir, Nicarda ikinci qan qrupu müsbət, üçüncü qan qrupu müsbətdir. Dedi ki, birinci qan qrupu müsbəti bütün qan qruplarının insanların müsbətinə qan verə bilər. Bu doğrudur. Sonra 4-ə baxırıq. Arif Nicara qan verib. Arif hanım? Deməli, Arif 4-cü qan qrupu müsbətdir. Nicar birinci qan qrupu, B qan qrupudursa, 3-cü qan qrupudur. 4-cü qan qrupu 3-cü qan qrupuna qan verə bilmir. Deməli, bu da yanlışdır. 5-ciyə baxırıq. Cəlil Leylaya qan verib. Cəlil birinci qan qrupu müsbətdir, Leyla birinci qan qrupu mənfidir. Birinci qan qrupu olduğuna görə verə bilərdi, amma müsbət olan mənfiyə qan verə bilmir. Deməli, 5-ci də yanlışdır. 6-ya baxırıq. Leyla Nicara qan verib. Leyla birinci qan qrupu mənfidir, Nicar 3-cü qan qrupu müsbətdir. Mənfi müsbətə qan verə bilir. Birinci qan qrupu da hamıya qan verə bildiyinə görə deməli 6-da doğrudur. 7-yə baxırıq. Cəlil Akifə qan verib. Cəlil birinci qan qrupu müsbətdir. Akif 4-cü qan qrupu müsbətdir. Deməli, birinci qan qrupu hamıya qan verdiyinə görə deməli bu da doğrudur. 8-ə baxırıq. Leyla Arifə qan verib. Leyla birinci qan qrupu mənfidir, Arif 4-cü qan qrupu müsbətdir. Dedi ki, mənfi müsbətə qan verə bilər, birinci qan qrupu da hamıya qan verə bildiyinə görə, deməli Leyla da Arifə qan verə bilər. Bu şəkildə yazırıq. Sonra öyrəndikləriniz, müzakirə edin. Tələbələrdən hansısı universal donor, hansısı universal resipiyentdir? Birinci qan qrupu olan universal donordur. Məsələn, Cəlil birinci qan qrupudur, Leyla da birinci qan qrupudur. Amma əgər müsbət mənfisinə də fikir verirsə, Leyla hamıya qan verə bilir. Yəni, mənfiyə də, müsbətə də, birinci qan qrupu olan insana da, bütün qan qrupu olan insanlara da qan verə bilir. Amma Cəlil sadəcə bütün qan qruplarının müsbətlərinə qan verə bilir. Hansı tələbələr öz qan qrupunda olan insanlara qan verə bilərlər? Bütün tələbələr öz qan qrupunun insanlara qan verə bilər. Çünki bütün qan qruplarından insan öz qan qrupunun insana qan verə bilir. Amma təbii ki, o müsbət mənfisi olmalıdır. Əgər tutaq ki, Nicar 3-cü qan qrupudur, 3-cü qan qrupu olsa 3-cü qan qrupuna qan verə bilər, amma müsbətinə qan verə bilər. Amma Azər məsələn 2-ci qan qrupu mənfidir. 2-ci qan qrupunun müsbətinə də qan verə bilər, mənfisinə də qan verə bilər. Cəlil də 1-ci qan qrupu müsbətdir. Yalnız müsbətə qan, 1-ci qan qrupunda olan insanlar yalnız müsbət qan qrupu olanlara verə bilər. Arif 4-cü qan qrupu müsbətdir. Deməli 4-cü qan qrupunda olan insanlar yalnız müsbətinə qan verə bilər. Amma Leyla 1-ci qan qrupu mənfidir. Bütün qan qruplarına istəyir müsbət olsun, istəyir mənfi olsun, hamıya qan verə bilər. Və bunlardan hansı universal resipiyentdir? Dedi ki, 4-cü qan qrupu olan insanlar universal resipiyent olur. Yəni, Arif 4-cü qan qrupudur. İstəyir bütün qan qruplardan və müsbətindən də, mənfisindən də qan ola bilər. Deməli, universal resipiyent Arifdir. Sonra öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Qan köçürmə hansı hallarda həyata keçirilir? Dedi ki, qan axma zamanı, qəza zamanı, yəni qan azlığı yarandığı zaman qan köçürmə həyata keçirilir. Eritrositlərində A aqlutinogeni, qan plazmasında anti-B aqlutinini olan şəxs ikinci qan qrupuna və mənfi resursa malik demək olarmı? A aqlutinogeninə malikdirsə, demək ki, onun ilə qan plazmasında B aqlutinini var və bu insan ikinci qan qrupudur. İkinci qan qrupuna qan verə bilər, amma biz onu, yəni ikinci qan qrupuna malik olduğunu dəqiq deyə bilirik, amma mənfi resursa yoxsa müsbət resursa malikdir. Bunu artıq onun tərkibində olan zülalla müəyyənləşdirmək lazımdır. Yəni ikinci qan qrupu olan hamısı mənfidirsə, mənfidir onu deyə bilmirik. Yəni A aqlutinogeni varsa mütləq ikinci qan qrupudur deyə bilirik, amma A aqlutinogeni varsa mənfi qan qrupuna malikdir deyə bilmirik. Yəni onun mənfiliyini müəyyən edən züla fərqlidir. Üçüncü sual, sxemə əsasən hansı resipiyentlərin qanında aqlutinasiya baş verə bilər? İndi baxaq. Deməli, yuxarıdakılar donordur, aşağıdakılar resipiyentdir. İndi birinci buna baxaq. 0 müsbət. Birinci qan qrupu müsbətə, deməli, qələmi dəyişək.
Deməli, 0 qan qrupu müsbətə, 0 qan qrupu mənfi qan verib. Bu uyğun gəlir. Sonra ikinci qan qrupu müsbət qan verib. Bu uyğun gəlməyəcək. Deməli, burada aglutinasiya baş verə bilər. Sonra indi buna baxırıq. Dördüncü qan qrupuna, dördüncü qan qrupu müsbətinə, üçüncü qan qrupunun müsbəti qan verib, uyğun gələcək. Birinci qan qrupunun mənfisi qan verib, bu da uyğun gələcək. Deməli, burada aglutinasiya baş verməyəcək, yəni uyğunsuzluq olmayacaq. Sonra buna baxaq. İkinci qan qrupu mənfi. Birinci qan qrupu mənfisi qan verib, uyğun gələcək. Vəssalam, qalan heç kim qan verməyib. Deməli, uyğun gələcək. Sonra buna baxaq. Üçüncü qan qrupu müsbət. Üçüncü qan qrupu mənfi ona qan verib, uyğun gələcək. İkinci qan qrupu müsbət qan verib, uyğun gəlməyəcək. Sonra üçüncü qan qrupu müsbət qan verib, uyğun gələcək. Birinci qan qrupu mənfi qan verib, uyğun gələcək. Deməli, burada da uyğunsuzluq oldu. Çünki üçüncü qan qrupuna ikinci qan qrupu donor ola bilmədi. İzah bu qədər şagirdlər, hər birinizə uğurlar. Yaxın günlərdə, yaxın vaxtlarda 8-ci sinif dərsliyinə əsasən yeni bir test vəsaitimiz qarşınızda olacaq. İnşallah ki, sizin üçün yararlı bir test vəsaiti olar. Hər birinizə uğurlar. Sağ olun.